Həkimlər işə cəlb edilsin. Həkimlər işə cəlb edilsin. Həkimlər işə cəlb edilsin. Həkimlər işə... Yanvarın 12-sində bir qrup jurnalist Bakı Ağır Cinayətlər Məhkəməsinin jurnalist Rasim Əliyevin ölümü ilə bağlı məhkəmə iclası keçirilən zalının pəncərələri önündə piket keçirib. Jurnalistlər Rasim Əliyevin portretlərini qaldırıb. Həkimlər məsuliyyətə cəlb edilsin. Jurnalist ölümündən son şüarları səsləndirərək hakimlərin diqqətini cəlb edib. Polis piketə müdaxilə edərək jurnalistlərin əllərində olan portretləri alıb. Sevinç Vaqif qızı jurnalistin ölümünə görə məsuliyyət daşıyanların hamısının istintaqa cəlb edilməsini vacib sayır. Aksiyanızın məqsədi nə idi? Aksiyamızın məqsədi o idi ki, biz hələ istintaq dövründə olanda aksiya keçirmişdik prokurorluğun qarşısında ki, işə həkimlər də cəlb olunsun. Çünki daha çox versiyalar var idi ki, həkimlər də bu ölümün iştirakçısı olublar. Yəni, bir insan döyüldüyünə görə xəstəxanada vəfat etməməlidir. Biz görürük ki, başqa ölkələrdə bir insanların başından güllə yarası alır, amma həkimlər onları sağaldır və ayaq üstə qaldırırlar. Necə olur Azərbaycanda bir nəfər təpikləndiyi görə xəstəxanada keçinir. Jurnalist Rasim Əliyev 2014-cü il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və sonra Bakı şəhər kliniki mərkəzində vəfat edib. Hadisəyə Əliyevin futbolçu Cavid Hüseynov haqqında tənqidi statusu səbəb olub. Jurnalistin ölümü faktı üzrə Hüseynov da daxil olmaqla 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bugünkü məhkəmə iclasına jurnalistlərin əksəriyyəti buraxılmayıb və hətta bəzi jurnalistlər məhkəmə zalından çıxarılıb. Necə izah edərdiniz bunu? Səbəbi yoxdur, axı gəlmişik, bu günlərimizi buraxmırlar. Deyirlər ki, heç bir jurnalist məhkəmə zalına buraxılmır, biz də gözləyirik. Heç bir səbəb göstərmədilər. Səbəbi yoxdur, səbəb göstərmədilər. Beləliklə, məhkəmə iclası 2 saatadək davam edib. Vəkil Əsəbəli Mustafayev bildirib ki, bugünkü məhkəmə iclasında ittiham aktı elan olunub. Nə baş verdi məhkəmədə? Bir gün məhkəmə istintaqı başladı bu iş üzrə. Təqsirləndirilən şəxslərin dindirilməsi başladı. Dindirmə göstərdi ki, onların bir gün məhkəmədə verdiyi ifadələrlə istintaq zamanı verdiyi ifadələr arasında özlərindən xeyrinə olan dəyişikliklər var. Əlbəttə, müdafiəçilərin burada rolu var idi və zalda da hiss olundu ki, müdafiəçilər istiqamətləndirilmiş suallar verməklə olan vəziyyətini yüngülləşdirmək istəyir. Tapdıq Fərhadoğlu, Pərvanə Bayramova, Bakıdan Amerikanın səsi üçün.